Dostlar salam. Növbəti məntiq testimizi həll edək. Sual işarəsinin yerinə uyğun gələn variantı tapın. Baxırıq ki, bizə 3 tərəzi verilib. Və bu tərəzilərin tarazlığı bərpa olunmağı üçün gözlərində müxtəlif fiqurlar var. Birinci tərəzimizdə tərəzinin bir gözündə kvadratdır, bir gözündə üçbucaq. Yəni kvadratın ağırlığı ilə iki üçbucağın ağırlığı bərabərdir. İkinci tərəzimizdə isə bir gözündə üçbucaqdır, bir gözündə iki paxlava formalı fiqur. Yəni bir üçbucaq iki paxlava formalı fiqura bərabərdir ağırlığına görə. Üçüncü tərəzimizdə isə bir gözündə 4 paxlava formalı fiqurdur. Və bir gözündə hansı fiqurun olacağını soruşur ki, bu tərəzinin tarazlığı bərpa olunsun. İkinci tərəzimizə əsasən baxırıq ki, 2 paxlava formalı fiqur bir üçbucağa bərabərdir. Bizdə də 4 paxlava formalı fiqur olduğuna görə bu 2 üçbucağa bərabər olacaq. Ona görə sual işarəsinin yerinə bir bərabər qoyuruq 2 üçbucaq. Amma cavabımıza baxırıq, görürük 2 üçbucaq olan variantımız yoxdur. Deməli, biz çalışmalıyıq başqa fiqurlarla sual işarəsinin yerinə olan fiquru tapaq. Bir də birinci tərəzimizə diqqətlə fikir veririk. 2 üçbucaq bir dördbucağa bərabərdir. Biz də sual işarəsinin yerinə 2 üçbucaq almışdıq. Və buradan belə çıxır ki, 2 üçbucaq bir kvadrata bərabərdirsə, onda 4 dənə paxlava formalı fiqur da bir kvadrata bərabərdir. Yəni 2 üçbucağımız kvadrata bərabərdir. Bu da birinci tərəziyə əsasən. Və baxırıq ki, bir kvadratımız da Y variantında var. Deməli, düzgün cavab Y variantıdır. Dostlar, testlə bağlı hər hansı suallarınız olarsa, yorumlarda yazın, tezliklə cavablandıracağım. Videomuzu bəyənməyi və YouTube kanalımıza abunə olmağı unutmayın. Sağ olun, yenidən görüşənədək.